Adınız, soyadınız. Akşin Muhammed. Belə başlayacağım. Səni xeymələrə aparmaq istəyirəm. Amma o xeymələrdə xanım Rüqəyyanın qulağından sırğasını qopartdılar. Elə bir bu mövzu elə böyük bir mövzudur ki, mənim kimi aciz və kiçik adamlar danışa bilməz. Kərbəla böyük bir bəla yeridir. Hətta tarixdə mənə rast gəlmişdi ki, xanım Rüqəyyə ayaqların əsir düşüb gedəndə xanım Zeynəb ayağındakı tikanları bəzilərini çıxartırdı, amma elə tikanlar bəzi tikanlar xanımın ayağına elə girmişdi ki, nə çıxartmağın kimi çıxartmaq olmurdu. Bir uşağın ki, qulağından sırğasını dartıb çıxardalar, o yerə nə deyərlər? Neyimə vacib? Bəli. İmam Hüseyin ağanın bir gözəl yadigarı var idi. Babası peyğəmbərə bənzəyirdi. İmam Hüseyin əleyhissalam gəldi xeymiyə, dedi ki, bacı Zeynəb, mən qorxdum Əli Əkbəri xeymiyə gətirməyə. Dedi, niyə? Dedi, elə doğramışdılar ki, onu. Siz sual verdiniz. Çox gözəl bir sual idi, amma cavab olaraq siz özünüz bir dənə baxın məsələyə. Bir ata ola, öz evladının cənazəsinin üstündə gələ mübarək üzünü evladın sinəsinə qoya və mübarək saqqalından qan gələ. Bu müsibətə hansı insan dözər? Necə oldu bu Əhl-i Beytə, Peyğəmbər nəslinə belə aşiq oldu Kərbəlayı? Necə oldu bu? Biz buna görə anamıza başlayıq. Fəqət anamıza. Bir ikinci məsələ, bizim fitrətimizsə Əhl-i Beyt yerləşir. Allah bizim fitrətimizdə Əhl-i Beyti qoyur. Biz yeri gəndə onları görməmişik, amma Allah şahid, biz onları çox sevirik. Bu sevgidir elə bizi danışdırır. Bu məhəbbətdir, bu həsrətdir. Bu intizardır bizi danışdırır. Bir evladın anasını vururlarsa, deməli ki, evlad vurur. Biz xanım Zəhranın evladlarıyıq. Qəlbi sınıq evladlarıyıq. O təpi elə bizə deyil. Bizim qəlbimiz sınır. Bizim qapımız yanır. Xanım Zəhranın qapısı bizim qapımız. Bizim o qapıdan başqa zaten qapımız yoxdur. Hər çətinliyimiz olanda o qapıya gidelim. Ora təbəssül edelim. Bizim qabrəğalar arasından Zəhradan başqa heç kəs olmaz. Hər nəyimiz var. Belə Zəhradan, xanım Zəhradan. Lay lay nənəm, lay lay nənəm, lay lay nənəm, lay lay nənəm. Ay nənə, can nənə, seni yalqız qoyan nənə. Ay nənə, can nənə. Lay 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 lay, ay yaralı nənə.
Ne geldi kapıyla divarın arasında aileler. Ne oldu sıkıldın kaldın divarla kapının arasında aileler. Lele olmayan özümüzün kolumda aileler. Aileler, aileler, aileler. Yaralı Zehra, tam Zehra, tam Zehra, tam Zehra. Zehra, o küçede neler olubdi. Zehra, kapıdan önde ne olubdi. Zehra, gözü ve kan dolubdi. Ay Zehra, ay Zehra, ay Zehra.